Salam dəyərli tələbələr, hər vaxtınız xeyirli olsun. Qabımıza düşmüş bir sualın izahına baxaq. Səs informasiyasının kodlaşdırılması ilə bağlı bir sual tipidir. Bəsit bir sualdır. Nə görürsünüz, hamısını bir-birinə vurursunuz. Amma gəlin düzgün vurmağa çalışaq. Düsturumuz hal-hazırda aşağıda yazılıb. Hertz vurulsun, kanal vurulsun, bit vurulsun, saniyə bərabərdir. Həcm deyə bir düsturumuz var. Düsturumuzda başqa bilməli olduğumuz nələr var? Gəlin o hissəyə baxaq. Bəzən sizə misalı hertz deyə yox, kilohertz deyə verərlər. KHS. Oldu kilohertz. Yadınızda saxlayın, kilohertz verirsə biz əlavə olaraq minə vuracağıq. Yəni minə vururuq ki, olsun nə? Hertz. Oldu. Yəni 1 kilohertzimiz 1000 hertzdir. Bu şəkildə düşünə bilərsiniz. Daha sonra dəqiqə verdiyi ifadəni biz çevirməliyik saniyəyə. Yəni vurmalıyıq 60-a. Dəqiqələr çevrilməlidir saniyəyə. Başqa da əgər yəni byte ilə versə verməz, bitə çevirməlisiniz. Kanalımız zaten burada qeyd olunub. 2 kanallı və ya 1 kanallı olur. Stereo və ya mono. Stereo desə 2-yə, mono desə 1-ə vurmuş olacaqsınız. Başqa da əsas düsturumuzun müəyyən bir hissəsidir ki, onu da bilməlisiniz. Əgər sizə desə ki, 32 səviyyəli və yaxud da 32 tərtibli, düzdür, səviyyəli və ya tərtibli. Elə belə yaza bilərik. Məsəl üçün, bərabər olacaq 2 üstündə n-ə. N-in burada ölçü vahidi bitdir. Yəni, n bit. Məsəl üçün, bizə indi hal-hazırda misalda 32 səviyyəli deyir deyə səviyyənin yerinə 32 yazacaqsınız. Düzdür, bərabər olacaq 2 üstü 5-ə. Və biz gətirib bitin yerinə nə yazacağıq? 5. Yazdıq artıq. İndi 256 Hz deyir deyə burada hər hansısa bir şey eləməyəcək. 256-nı yazdıq. Kanalımızı bizə verib zaten 2 kanallıdır deyə kanalın yerinə 2 yazdıq. Saniyəni, düzdür, saniyə kimi verməyib, dəqiqə kimi verib 1 dəqiqə 4 saniyə. Ümumilikdə 64 saniyə edir. Və biz bu ifadənin hamısını bir-birinə vurub həcmimizi alacağıq və nə ilə? Bitlə. Amma bizə deyir ki, cavabı nə ilə ölç? Kilobaytla, düzdür. O zaman gəlin yazaq. 256 2 üstü 8-dir. Sonra 2 2 üstü 1-dir. 5-i özü kimi saxlayırıq. 64 2 üstü nədir? 6-dır. Bunların hamısını bir-birinə vursaq bit olur. Biz onu birbaşa kilobayta çevirmək üçün 2 üstü 13-ə bölürük. İxtisarlarımızı aparaq. 2 üstü 8, 2 üstü 6, 2 üstü 14-dür. Bununla gedir. Qalır sadəcə 2. 2-ni 2-yə vursaq 4, bir dənə də 5-ə vursaq olur cavabımız nə? 20. Yəni misalın doğru cavabı olacaq bizdə D variantı, yəni 20. Səhv yazan tələbələr təbii ki, C variantında 128 yazmışdı. Amma nədir? Səhvdir. Niyə səhv yazmışlar? Çünki götürüb, məsəl üçün, bit yerinə 5 yox, 32 yazmışlar deyə. Oldu mu? Diqqətli olun. Misalın sadəcə bir dənə diqqət edəcəyimiz yeri bu hissəsidir. Sağ olun, uğurlar sizə.